tam biliyinə güvənib özünü intellektual hesab edən maqlar. Hər vaxtınız xeyir, bu intellektindən səmərəli şəkildə istifadə edənlər. Biz bugün sizi maraqlandıran mövzunu müzakirə edəcəyik. Ona görə tez ekran qarşısına Maq başladı. Bugünkü mövzumuz intellektual yarışmalar haqqında olacaq və biz bugün efir boyunca bu yarışmalar haqqında bilmədiklərimizi araşdırıb öyrənəcəyik. Yarışma demişkən elə yadıma bir klassik sualım düşdü. Deməli, sən hansı yarışmalarda iştirak eləmişsən Paris? Ümumiyyətlə iştirak eləmişsən yoxsa? İştirak eləmişəm. Universitetə keçirilən zaman nə harda, nə zaman intellektual oyunda iştirak eləmişdim. Əslində nəticəsini yəni soruşmasan yaxşı olar, çünki ürək açan olmadı, amma yaxşı dostlar qazandım. Həm də mən intellektual yarışmalarda təkcə iştirakçı kimi yox, həm də müxbir kimi də iştirak etmişdim və nə harda, nə zaman intellektual oyunu keçirilən zaman gelib onu çəkmişdim və süjet hazırlayıb təqdim eləmişdim. Bəlkə də kimlərsə yadlarında qalıb. Mən özüm də elə bildim sual verməyəcəksən. Mən özüm də belə iştirak eləmişəm, amma bir şey deyim, bizim universitetdə var intellektual klublar. Nə harda, nə zaman, debat klub. Nə harda, nə zamanda iştirak eləməmişəm, çünki kaş eləyərdim. Artıq gerici 4-cü kursdayam. Amma debat klubda iştirak eləmişəm və hətta Respublika turnirlərinə getmişəm. Belə tərəfləmə kimi olmasın, Respublika səviyyəli debatçı, hakim və təlimçiyəm. Hərisən. Gördüyünüz ki, Maqla bizim studiyamızda bugün DJ qonağımız da var və istəyərdik ki, ona yaxınlaşaq, suallarımızı verək. Salam DJ, necəsən? Çox sağ olun, siz necəsiniz? Və qeyd edirəm ki, DJ Isaac bugün bizim qonağımızdır. Bu ləqəbi hardan götürmüsən? Yəni mənası nədir ümumiyyətlə? Mənası sadəcə olaraq bu addır və hansısa bir kinoda görmüşdüm, oradan xoşuma gəldi. Götürdüm, istifadə elədim. Amma əla səslənir Isaac, DJ Isaac. Yaxşı, Səbuhinin az öncə mənə verdiyi o klassik sualı sənə də vermək istəyirəm. Bəs sən özü intellektual gənc hesab edirsən? Ümumiyyətlə, intellektual yarışlarda iştirak edirsən? Yox, iştirak eləməmişəm, amma özümə görə intellektual hesab edirəm. İntellektualına var bir sual verim. Deməli, belə bir deyim var el arasında yayılıb da. Çox yayılmıyor, amma yayılıb yenə də. Ki, DJ-lərin məntiqi, IQ-su biraz zəif olur. DJ IQ-su deyilən hətta bir terminə çıxardıblar. Sən bunlar razısan, yoxsa necə? Xeyr, razı deyiləm, çünki 11-ci səfər sizdən işləyirəm. Məncə elə deyil. Səncə elə deyil. Məncə elə deyil. Bəs dərs alırsan ümumiyyətlə? Mən özüm universitet qurtarmışam, Neft Akademiyası universitetini qurtarmışam. Bitirmirsən işte. Hə, bizdən böyüksən yaşda. Amma biz səndən böyük göndürük. Yox, mən elə bildim yaşlıdır, yəni yeni yaşda olarıq. Amma bir şey deyim, o bəlkə mövzuya qayıtmaq istəyirəm, yəni DJ IQ-su söhbətinə. Mən özüm də həqiqətən sənin kimi fikirləşirəm, sadəcə el arasında yayılmış deyə belə bir sual verdim sən, istəyirəm cavabını sən verəsən. Həqiqətən də DJ-lər bu iki musiqini remix edirsə və ya buradan yaxşı bir şey çıxardırsa, deməli onlarda məntiq var ki, bunu eləyə bilirlər. Məncə də bu səhv fikirdir. Sadəcə səndən eşitmək istəyirəm. Bugünkü az öncə bir daha deyim ki, yenə də Səbuhi demişdik ki, bugünkü efirimiz həm əyləncəli olacaq, həm də intellektual olacaq və əyləncə qisminə artıq keçmək istəyirəm. Bir dənə sənə mix eşidək, daha sonra mövzumuza qayıdarıq. Olar. Amma az oldu, mən çox istədim oynamağı, olmadı. Sən bu da partidə deyilsən də, hər halda efirdəyik. Yaxşı, efirdəyik, onda başlayaq. Mövzumuza qaydaq. Qaydaq mövzumuza. Deməli, mövzumuzla bağlı qonaqlarımız gəlib. Sənin, mənim kimi intellektual yarışlarda iştirak ediblər və uğur əldə ediblər. Mən istəyirəm özləri gəlsin danışsınlar, görə onlar hansı yarışda iştirak ediblər və hansı uğurları qazanıblar. Onda onları dəvət eləyək və bizi maraqlandıran sualları onlara ünvanlayaq. Qarşılayaq Avropa Liseyinin şagirdləri və Uşaq Birliyinin rəhbəri İradə xanım Səfərova. Buyurun. Səbuhi uşaqlardan seçilmirsən burada. Ümumiyyətlə qonaqlarımızı dəvət edəndə biz Səbuhi ilə burada uşaqların arasında itdik. Maşallah, görün nə qədər hamısı medallarla, yəni çox fəxr edicidir. Ümumiyyətlə ilk sualımı vermək istəyirəm sizə İradə xanım. Siz ümumiyyətlə hansı intellektual yarışmalarda iştirak etmisiniz? Bizim məktəb, bizim liseyimiz çox intellektual oyunlarda iştirak ediblər. Axırıncı iştirak etdiyimiz, özünüz bilirsiniz ki, bir beynəlxalq olimpiyadadır. Ondan əvvəl olublar nə harda, nə zaman, STS verilişində gedirdi, ən ağıllı, Artekin uşaqları, onlar da biz iştirak ediblər uşaqlarımız və hamısı da medallarla qayıdıblar, diplomlarla qayıdıblar. Oradan çox fəxr edirik ki, bizim uşaqlarımız belə intellektual yarışmalara
maraq göstərirlər, iştirak edirlər və hətta medallar qazanaraq geri qayıdırlar. Elə bizim Nailə də sizin bu uşaqlar haqqında, sizin bu iştirak edəcəyiniz axırıncı yarış haqqında bir süjet hazırlayıb. Biz istəyirik o süjetə baxaq, sonra sizdən söhbətimizi davam etdirək. Nailənin demədiyi yerləri siz bizə çatdırarsınız. Bəli, baxaq süjetə. Baxaq görə süjetdən Nailə nədən danışır? Tək gənclərimizin deyil, eyni zamanda şagirdlərimizin də uğurlarından danışmaq vacib məsələlərdən biridir. İstedadlı məktəb şagirdləri də Azərbaycanın bayrağını başqa ölkələrdə yüksəltməyə nail olurlar. Bu cür uğurlar qazanan təhsil müəssisələrindən biri də Bakı Avropa Liseyidir. Bu liseyin seçilmiş şagirdləri təşkilatçı Səbinə Bayramova və digər müəllimlərlə birgə Azərbaycanı Antalyada keçirilən 4-cü beynəlxalq olimpiyadada təmsil ediblər. 35 şagirddən 38 medal gətirilib, 38 şagird birinci, ikinci, üçüncü yerləri tutub, qazanıb və elə şagird oldu ki, hətta 2 olimpiyadadan birində birinci, bəzilərində ikinci, üçüncü, bir neçə medal qazanan şagirdlərimiz də oldu. 20 şagirdimiz 4-cü yer qazandı və onlara da qalib medalı təqdim edildi. Ümumilikdə məktəb üzrə komanda heyətinə görə 4 fəndən biz 4 kuboq gətirmişik. İntellektual yarışmada 6-cı sinifdən yuxarı fəal şagirdlər iştirak ediblər. Yarışma müxtəlif fənlər üzrə keçirilib. Şagirdlərin hansı fənlərdə uğur qazanmaları haqqında elə özləri danışdı. Mən 4-cü yer tutdum. 4-cü yer tutaraq qaliblər sırasına düşdüm. Biz Azərbaycanı yaxşı təmsil etmişik və hətta əlavə etmək istəyərdim ki, bizim təmsil edənlər olimpiyadada kənar keçirilən talant şoularında özlərini yaxşı göstəriblər və hətta Azərbaycanı təmsil edən bir qız da liseyimizdən Miss Olimpiyada seçilmişdi. Orada qazaxlar var idi və onlar çox idilər. 20 nəfər var idi, 20 nəfər və mən 3-4 nəfərlə Azərbaycanı təmsil edirdik. Rus dili orada ən çətin idi, çünki orada Rus dili danışan uşaq çox idi və həm də uşaqlar çox güclü idilər. Onların doğma dilidir çünki Rus dili, amma lakin yaxşı hazırlığa görə və ikinci yer aldım. İştirakçılar bu yarışa əvvəlcədən ciddi şəkildə hazırlaşmışdılar. Onlara daha çox müəllimləri dəstək olub. Belə ki, şagirdlərə bütün sahələrdə elmi sirləri öyrədilərək daha dərin biliklər verilib. Bugün əldə edilən uğurlu nəticə də məhz bu əziyyətin bəhrəsidir. Bizdə liseydə yanaşma hər şey biraz tamam fərqlidir. Bizim şagirdlərimiz hər mövzudan sonra, hər tədris vahidindən sonra deyə cari testlər verilir və onlar elə bir istənilən halda, istənilən yarışa, istənilən zaman hazır olurlar. Şagirdlər olimpiyadada iştirak etdikləri üçün sevincli idilər. Onlar qazandıqları nailiyyətlərdən ağız dolusu danışırdılar. Yarışma iştirakçıları növbəti il ölkəmizi daha uğurlu təmsil edəcəklərinə inanırlar. Çünki bu yolda artıq çalışmağa da başlayıblar. Suallar çox çətin idi, rəqiblərim də çox güclü idi. Amma biz hazırlaşmışdıq və qaliblər sırasına düşdüm. Gözümüzə Qazaxıstan böyük görsənsə, amma orada bizə ən güclülər biz idik. Uşaqlarımız rəqs elədilər, bizim məktəbdən musiqi oxudular, belə-belə istedadlarını göstərdilər. Biz yerlər qazana bildik və Azərbaycanın adından uca tutduq. Buna baxmayaraq ki, Qazaxıstandan, Ukraynadan, Rusiyadan daha çox adam gəlmişdi təmsil etməyə. Biz onlardan çox az medal qazanmadıq. Azərbaycanlı şagirdlərin əldə etdikləri müvəffəqiyyət bizi də çox sevindirdi. Ümid edirik ki, bu cür qalibiyyətlər davamlı olacaq. Maraqlı süjet idi, amma bir şey deyim ki, mən tam baxa bilmədim. Buradan əyildim, görə bilmədim. Oradan Fariz qarşımı kəsmişdi, amma eşidirdim nə deyirdilər. Orada bir nüans var idi. Ən gözəl qız səfərlənirəmsə seçim vardı. Niyə bizim qızlar gedən kimi göz qoydular bizim qızlara? Başa düşmədim. Bilirsiniz necə oldu? Olimpiyada keçirildi. Axırıncı günü böyük bir qala konsert oldu. Təbii ki, liseyimizin xoreografiya qrupu orada iştirak elədi. Və axırda bizim 2 qalibimiz oldu. Biri Mister, biri Miss. Miss gözəlimiz seçildi bizim Sona xanım. Buradadılar onlar? Bəli, bəli. Hansılardır bir dənə? Sona xanım Musayeva 8-ci sinif şagirdidir. Mister burada yoxdur deyəsən. Misterimiz yoxdur. Təəssüf ki, yoxdur, amma o misterimiz bizim
gözəllik üzrə seçilmədi, niyardinasiya üzrə seçildi. Onun göstərdiyi hərəkətlər, danışığı orada heç kəsdə yox idi. O çox gözəl danışdı. Adı nədir, kimdir? Süleyman Kalumilin. 6-cı sinif şagirdidir. Süleymanı da salamlayırıq buradan. Salamlayırıq. Bizim xəyalə də qeyri-adi danışır. Yəqin o da getsə nəsə yer tutardı mən düşünürəm. Bəli. İndi mən istəyərdim ki, uşaqlarımıza bir sual verim və elə səndən başlayaq. Özü təqdim elə və oradakı təəssüratların haqqında bizə bölüş, yəni bizimlə bölüş. Mən Qafarzadə Adil, Bakı Avropa Liseyinin 7A1 sinif şagirdiyəm. Orada çox gözəl idi, çox xoş təəssüratlarla ayrıldım oradan və orada çox maraqlı və əyləncəli idi. Yəni heç həyəcanlanmırsan, girib yazıb çıxırsan və orada riyaziyyat üzrə 3-cü yer götürdüm. Aha, çox gözəl. Medalın da var hətta. Nə medaldır bu? 3-cü yer üzrə. Aha, çox gözəl. Təbrik edirik səni. Çox sağ ol. Bəs başqa uşaqlardan kim danışmaq istəyir? Aha, buyur. Demək olar ki, biz gördüyümüz süjet bütün təəssüratlarımız haqqında danışıb. Lakin əlavə etmək istəyərdim ki, biz orada hətta qalib kimi yox, hətta orada təzə dost tapmışıq, yeni uşaqlarla tanış olmuşuq, yeni demək olar ölkələrlə tanış olmuşuq. Mənə maraqlıdır İradə xanım, bu ümumiyyətlə uşaqların, şagirdlərin bu intellektual yarışlara cəlb olması təşəbbüsünü kim irəli sürüb o liseydə? Bizdə necə oldu da, mən sizə başdan danışım hər şeyi. Bilirsiniz ki, bu olimpiyada Antalya şəhərində keçirilir, Türkiyənin Antalya şəhərində. Hətta bu olimpiyada 4-cü ildir ki, artıq 4-cü ildir ki, bu olimpiyada var. Biz məktub aldıq, məktəbimizə gələn, liseyimizə gələn məktub və biz çox sevinclə qarşıladıq ki, bizim məktəbi də Bakı Avropa Liseyini dəvət edirlər. İş başladı, uşaqlarla hazırlıq, müəllimlərin seçimi, uşaqların. Bizim direktorumuz Zülfiyə xanım Vesova da özü şəxsən uşaqlarla danışırdı, seçirdi ki, yaxşı uşaqlar getsin. Bildiyiniz kimi 35 nəfər gedib, 38 medalla qayıtmışıq. 38 medaldan 1-ci, 2-ci, 3-cü yerlərimizdir. 20 nəfər də 4-cü yer qalibidir. Bundan əlavə 4 kubukumuz var. 1-ci kubukumuz türk dilidir, 1-ci yer. 2-ci, 3-cü kubuklarımız 2-ci yeri tutduğumuza görə İngilis dili və Rus dilidir. Çox gözəl. Çox gözəldir, bəli. 3-cü yer isə coğrafiya fənnidir. Siz inanmazsınız ki, orada çox adam var idi. 1000-ə yaxın, 1000-dən də çox şagirdlər var idi. O qədər şagirdin içində bu yerləri tutmaq böyük sevincdir. Bizim məktəbimizdə. Bir daha bütün gənclər burada təbrik edirəm. Yəqin ki, 35 nəfərin gedib 38 medalla qayıtması, yəni bir nəfərin 3 medalla qayıtması. 3 deyil, 4 medalla var, 3 medalla var. O necə olur ki, sən necə almısan o qədər medalı? Demək istəyərdim ki, əslində mən 6 fəndən iştirak etmişəm və 6-sından da nəsə qazanmışam. Xaricə getdiniz də, ölkəmizdən kənara getdiniz, orada bizi təmsil elədiniz. Nə fərqlər gördünüz mədəniyyətdə, təhsildə, intellektdə, oradakı uşaqlarla bizim uşaqlar arasında? İstəyirəm sən cavab verəsən suala. Çox sağ ol. Mən Məmmədov Ayxan 12 sinifin şagirdiyəm. Belə böyük fərq yox idi. Qazaxıstandan, Rusiyadan, Ukraynadan bizim kimi xüsusi liseylərdə oxuyan uşaqlar gəlmişdi. Bizim oponentlərimiz çox güclü idi, amma bax, belə deyək ki, döyüşdə biz yağlar arasında öz yeni dostlar tapmışıq. Sonra istəyərəm, təəssüratlardan başqa danışmaq istəyən var, həyəcanı kənara qoyub, həyəcanı ümumiyyətlə unudub. Qardaş baxır, amma danışmaq istəmir. Buyur. Mikrofonu yaxın tut. Mən Cəbrəl Fagil 7-1 sinifin uşağıyam. Mən çox sevinirəm ki, Antalya'ya getdim və 3-cü yer tutdum. Mən Bakı Avropa Liseyinin direktoru Zülfiyə xanıma və əziz müəllimlərimə çox sağ ol deyirəm. Gələcəkdə biz hamımız çalışacağıq ki, ön yerlərdə sıraları tutaq. Və mən çox fəxr edirəm ki, mən Azərbaycanlıyam. Çox gözəl. Təbrik edirəm. Çox gözəl. Biz də ümumiyyətlə sizi hazırlaşdıran bütün müəllimlərə təşəkkürlərimizi bildiririk. Sizə də uğurlar arzuluruq. Həmişə belə yaxşı çalışın və Azərbaycanı layiqincə təmsil etməyə çalışın. İndi mənim belə bir sualım olacaq. Bəs yaxşı siz burada hazırlaşmışdınız, getmişdiniz, çox şey öyrənib getmişdiniz. Bəs orada necə bilmədiyiniz şeyləri öyrəndiyiniz oldu?
Məsələn, mən coğrafiyada iştirak etmişdim. Mənim adım Cəbrayıl Fadil, 12 sinifin şagirdiyəm. Orada biz və mənim bəzi dostlarım coğrafiyadan iştirak etmişik və orada 25 sual olmuşdu. Amma mən deyə bilərəm ki, o 25 sualların hamısı bizə tanış deyildi. Bir 5-10 sual Rusiyadan ibarət idi və siz bilirsiniz ki, biz Rusiyanın coğrafiyasını elə yaxşı da tanımırıq. Amma mən çox sağ ol demək istəyirəm ki, bizim müəllimlərimizə, çünki onlar bizə ancaq məktəb proqramını vermirlər, onlar bizə hətta başqa ölkələrin və maraqlı faktlardan danışırlar və ona görə biz orada sualları görüb özümüzü itirmədik və düzgün cavabları verə bildik. Aha, çox gözəl. Bəs mənə maraqlıdır İradə xanım, indi bu müsabiqəni çox gözəl keçdiniz. Bəs bundan sonra necə, hansı yarışmalarda iştirak etməyi nəzərdə tutursunuz? Biz bilirik ki, nə olimpiyada oldu, biz heç nədən qorxmuruq. Bizim uşaqlar hər olimpiyadada iştirak eləməyə hazırdılar. Çünki bizim doğrudan da uşaqlarımızın biliyi çox üstündür hər kəsdən demək olmasın. Özlərinə uyğun bəli, üstündür. Hər dəfə seçilirlər, hər yerdə seçilirlər. Orada bir nüans dediniz, festival səfərimizə dediniz oldu. Orada DJ var idi, yoxsa yox? Var idi, var idi. Bizim DJ-yə çata bilərdi? Onu uşaqlar deyə bilər. Uşaqlar buyurun. Maraqlı fakt o idi ki, DJ Azərbaycanlı idi, adı Hayal idi. Artıq bizim DJ-lərimiz bütün dünyanı gəzir də, maşallah. Ayzək, uşaqlara da göstər sən nə bacarırsan, mən biabır eləməm. Sən bu bayaqdan sən tərifləyib, göstər görək məharətli nə bacarırsan. Elə bu musiqinin sədaları altında uşaqlar sizi yola salırıq. Təşəkkür edirik gəldiyinizə görə. Çox sağ olun. DJ, necə gedir işlər? Yaxşı əyləndirirsən ha bizi. Sən jingle verən olur? DJ Isaac. Yox hələ ki. Yox. Mənim bir şey diqqətimi çəkib. Adətən DJ-lərdə qulaqcıq olur da. Yəni onlar taxırlar, belə nəsə səs eşidirlər yəqin ki, amma səndə o yoxdur. Niyə? Çünki sxemə görə hər şeyi bilirəm, tam dəqiq yerlərini. Yəni qulaqlığı ancaq sxemi bilməyənlər, yəni heç nə bilmir. Onun üçün istifadə olunur ki, mən kömək eləyim sənə. Kömək eləyim mən başım çıxır az çox deyim mi? Ona görə istifadə olunur ki, o musiqini eşidəsən ki, növbəti musiqi nədir? Növbəti musiqində bilir DJ-də nə ehtiyac var qulaqçığa? Çox gözəl, lap yaxşı. Bir də ki, bir şey də diqqətimi çəkdi. Bizə digər DJ-lər gəlmişdi. Onlarda məsələn belə, buna nə deyirlər? Val. Val yox idi. Amma səndə val var. Hərədə ayrı-ayrı aparaturadır. Azərbaycanda demək olar ki, çox adam pionerdən istifadə edir. Amma bu texnik gördüyünüz kimi, bu lap köhnənin deyək də, DJ-lik bunlarla başlayır. Mən də artıq bir ildən çox ki, bununla işləyirəm, çox rahat olduğuna görə. Bəs sənin o birisi pioneri keçmək fikrin yoxdur? Pioner məndə var idi. Sadəcə olaraq bu daha xoşuma gəldi. Həm də səs daha yaxşı, təmiz çıxır. Həm səs daha rahat, həm də bununla işləmək mənim üçün çox rahat. Biliyinə, özünə, istedadına güvənən gənclərin maraqla izlədiyi Azərbaycan doğma vətənin mövzusuna həsr edilən Breyring intellekt yarışı nəhayət ki, sona çatdı. Artıq 3-cü ildir ki, təşkil edilən yarışda bəzi komandalar şanslarını yenidən sınadıqları halda, bəziləri isə bu intellekt savaşına ilk dəfə idi qoşulurdular. Bu cür yarışlar, bu cür tədbirlər məhz bu istiqamətə xidmət edir. Çünki gəncləri Azərbaycanın məfkurəsi ətrafında birləşdirmək, Azərbaycanı bir vətənpərvər olaraq sevgisini, yəni real həyatda sübuta yetirmək üçün təbii ki, öz doğma vətəninin tarixini bilməlidir, coğrafiyasını bilməlidir, tanınmış tarixi şəxsiyyətlərini tanımalıdırlar.
Budur, püşklər atıldı və rəqib komandalar məlum oldu. Finalda gərgin mübarizəni geridə qoyan 8 komanda iştirak edirdi. Onlar arasında bölgə gəncləri və bəzi ali məktəblərin nümayəndələri də var idi. Komandalar onlara təqdim edilən suallara 20 saniyə ərzində cavab verməli və vaxtında lazımi düyməni sıxmalı idilər. Finalda 8 komanda var. 8 komanda əvvəlcə seçim turunda öz aralarında cütlüklərə bölünüb oynayacaqlar. 4 komanda qalib komanda, daha sonra yenə bölünəcəklər cütlüklərə. Qalib komandalar finala keçəcək, məğlub komandalar isə öz aralarında üçüncünü müəyyən edəcəklər. Finala keçən komandalar arasında isə birinci və ikinci müəyyən olunacaq. Seçim turunda 5 sualdır, yarım finalda 7 sual olacaq və final mərhələsində 9 sual ibarət olacaq. Nəhayət oyunun qalibləri məlum oldu. İntellekt savaşının 3-cü yerdə Bərdəni təmsil edən Hərun komandası, 2-ci yerdə Lənkəran təmsilçisi Anti-Tərs başa vurdu. Breyring intellektual oyununun çempionu isə Abşeronu təmsil edən Qafqaz komandası oldu. Biz bugün Azərbaycan üzrə Breyring yarışmasının Respublika turunun birincisi olduq və çox sevincliyik. Gördüyünüz kimi biz bura gəlmək üçün ilk növbədə regionu birinci yeri qalibi olduq və bugün isə Azərbaycan üzrə birinci yeri tutduq. Və hər bir komandaya gözəl oyuna görə təşəkkürümü bildirirəm və komanda üzvlərinin hər birini öz adımdan təbrik edirəm. Bugün qalib gəldiyimiz üçün çox sevincliyəm. Öz komanda yoldaşlarımın hamısını təbrik edirəm və inşallah növbəti belə intellektual yarışlarda birinci illər qazanarıq yenə. Yarış ərzində iştirakçılara gənc ifaçılar da öz musiqi töhfələri ilə dəstək oldular. Biz Mayqlar da qalib komandanı həm qələbələri, həm də Azərbaycan tarixini mükəmməl bildikləri üçün təbrik edirik. Fariz, bir şey deyim, intellekt deyəndə ya da intellektual klublar düşür, intellektual yarışmalar düşür ki, misal üçün Breyringdir, nə harda, nə zamandır, onlar düşür ya da istəyirəm elə növbəti qonağımızı çağıraq bununla bağlı. Növbəti qonağımız da Xəzər İntellektual Klubunun üzvü Anar Səfərovdur. Buyurun Anar bəy. Salam Anar, xoş gəlmisiniz. Mən ümumiyyətlə belə bir sual vermək istərdim ki, hal-hazırda artıq gəncləri öz ətrafına toplayan intellektual oyunlar klubları get-gedə artır. Bəs Xəzər İntellektual Klubunu digər klublardan fərqləndirən əsas cəhət nədir? Əsas cəhət mən onu qeyd edərdim ki, bu Xəzər İntellektual Klubu Azərbaycan dilində oyunlar təşkil edən, yəni bu klublar içərisində yaradılmış ilk klubdur. Bu 2001-ci ildə yaradılıb və hal-hazırda bütün universitetlərdə demək olar ki, Universitet Liqası adlı bir layihə var. Yəni bütün universitetdə oxuyan tələbələr komanda şəklində birləşərək hər həftənin şənbə günləri, yəni asudə vaxtlarında Xəzərin 3-cü liqası adlanan Universitet Liqasına qoşulurlar. Bu oyunların nəticəsində, yəni onlar yuxarı yer yəni xallar toplayaraq yuxarı yerlərə sahib çıxırlar və ikinci, birinci liqalara, yəni ki, çıxırlar. Onlar da ki, mütəmadi olaraq Akçalında və yaxud da digər bir yerlərdə olur. Bu əsas məqsəd yəni ondan ibarətdir ki, bura tələbələrdən başqa digər gənclər də yəni qoşula bilər. Sadəcə Universitet Liqasında sırf universitet tələbələridir ki... Elə mənə bu maraqlıdır ki, bəs o digər gənclər necə qoşula bilər? Onlar birinci, ikinci liqalarda artıq mübarizə aparırlar. Əgər məzun olublarsa, bitiriblərsə, onlar yenə də istənilən universitetə, yəni öz ad familiyalarını göndərməklə, yəni tələbə olmadıqları artıq yəni bilinir onların. Sadəcə universitet rəhbərliyi icazə verirsə, onlar o universitetin liqasından qoşulurlar. Universitet vasitəsilə. Bəli, universitet vasitəsilə yəni çıxırlar. Bu da adətən həmin universitetin məzunları, yəni hal-hazırda mən Slavyan Universitetində oyun aparıram. Bizdə məzunlar da hal-hazırda qoşulublar. Bəli, oradan ikinci liqaya vəsf edilmişlər. Elə mən özüm də Slavyanda tələbəyəm. Çox gözəl. Bu Xəzər İntellektual Klubundakı oyunlar sırf yəni ölkə daxilindəki klublar arasında keçirilir, yoxsa necə? Bu belədir də. Yəni bizim hal-hazırda bu sonuncu layihəmiz, mən indi qeyd edəcəm o haqqda. Bu sonuncu layihəmizə qədər yalnız Azərbaycan daxilində, yəni regionlar, bütün universitetlər daxil olmaq keçirilirdi. Amma bu son layihəmizdən sonra artıq onlar beynəlxalq yəni oyunlara da qoşula biləcək. Çox gözəl. Artıq inkişafdan xəbər verib. Maraqlıdır mənə ki, məsələn, bir tələbə və ya kənar şəxs, ora necə məsələn tələbə gəlir, universitetə daxil olur, ondan sonra necə qoşula bilər? Bizim elanlar olur, yəni hər universitetdə, yəni ki, hər fakültənin lövhəsində, yəni mən Slavyan Universitetindən deyim, yəni elanlar vurulur ki, hər həftənin şənbə günü saat 13:00-da və yaxud 12:00-da, yəni bu oyunlar sinxrondur, sadəcə olur biz 1 saat sürüşdürürük sağa sola. Amma yəni adətən 12:00, 13:00, yəni bu aralığında. Mən qoşulmaq istəyərdim, məsələn 4-cü kursumda gecikdiyimi düşünürəm. Gecikmişəm yoxsa yox? Xeyr, yəni buna qoşulmaq üçün heç vaxt yəni gec deyil, hər zaman qoşulmaq olar yəni. Bəs mənə maraqlıdır, yəni iştirakçılar daha çox hansı tip suallara yəni maraq göstərirlər və yaxud da ki daha fəallıq göstərirlər, yəni cavab verməkdə? Bizdə yəni sözün düzü onun statistikası ilə sırf məşğul olunmur. Biz çalışırıq ki, yəni bütün mövzuları əhatə edək. Amma mən sırf şəxsi, yəni belə deyim, müşahidəmdən qeyd edim ki, əsasən ədəbiyyat və incəsənət.
sahələrində suallar daha çox olur. Bir də səbəbimizə bu oyunlarda məntiqi suallara daha çox üstünlük verilir. Bəli, təbii ki. Yəni əsasən bu oyun informasiyadan, yəni zənginliyindən yəni ki bəhs edir. Yəni məntiq ikinci dərəcəli mən deyərdim. Daha çox informasiyası zəngin olan insanlar bu oyunda uğur qazanırlar. Aydın. Bəs sizin yəni klubda təkcə nə harda, nə zaman oyun keçirir, yoxsa bizdə Brain Ring də olur, fərdi oyun da keçirilir. Yəni bu NTV-də o vaxtlar yayılan Svaya İqra. Yəni o da bizdə deyil. Sonra Xəmsə də bu sırf Ateşlər klubuna məxsus olsa da, yəni bizdə də yəni onun növü kimi yəni keçirilir də dövr oyunları. Bu yaxınlarda keçirilmiş Azərbaycan çempionatı haqqında qısaca məlumat vermək istərdim. 25 noyabrda bizdə yəni çox böyük bir layihə var idi. Azərbaycan çempionatı təşkil olundu. Bu yalnız tələbələr arasında nəzərdə tutulmuşdu. Burada 2800 tələbəyə yaxın, yəni seçim turundan ibarət oldu və final mərhələsində. Seçim turunda rayonlar üzrə 100 komanda idi. Bakı şəhərindən isə 270 ikisi bir yerdə 370 komanda iştirak edirdi. Burada 2800 tələbə təmsil olunurdu və ən yaxşı nəticə göstərmiş 56 komanda finala vəsiqə qazandı. Və bu turniri də təşkil edilən Xəzər İntellektual Klubu, Azərbaycan Gənclər Fondu, Ateşlər İntellektual Klubu, Azərbaycan İntellektual Oyunlar Federasiyası və İrəli İctimai Birliyinin təşəbbüsü nəticəsində yəni həyata keçdi və sonda Azərbaycan Dövlət Neft Akademiyasının Aksual komandası qalib oldu. Təbrik edirik biz də onların hər birisinə. Hələ bu yarış haqqında da bizim Mike Könül sujet hazırlayıb. İstəyirəm o sujetə baxaq, sonra davam elətdirək söhbətimizi, görək nə baş verib orada. İzləyək sujeti. Hazırda bu məkanda gənclərimiz öz intellektlərini sınayırlar. Burada nə baş verdiyini daha ətraflı öyrənmək istəyirsinizsə, onda sujetimi axıra qədər izləyin. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Nə, harada, nə zaman oyunu nəhayət ki yekunlaşdı. Bu çempionat ilk dəfə idi ki, tələbələr arasında və Azərbaycan dilində təşkil olunurdu. Yarışın ilk dəfə keçirilməsi faktoru ona indiyə qədər keçirilən yarışlardan fərqlənməsinə və miqyasca ən böyük olmasına mane olmadı. Final oyunu təşkilatçı Seymur Teymurovun çıxışından sonra start götürdü. Bu yarış Azərbaycanda indiyə qədər keçirilən intellektual oyunlar arasında ən miqyaslısı, ən böyüyü, ən əhatəlisidir. Belə ki, bu yarışda 2800-dən çox tələbə iştirak edib və ümumilikdə 370 komanda yarışa qatılıb. Bu göstərici son illərin ən böyük göstəricisidir. Biz əminliklə söyləyə bilərik ki, bu yarış Azərbaycanın intellektual oyunlar hərəkatının inkişafında böyük təkan olacaq. Azərbaycan çempionatında ölkənin 13 şəhərini təmsil edən ali təhsil müəssisələrinin 55 komandası iştirak etdi. Paytaxt və bölgələrdən bir araya gələn gənclər intellektlərini yüksək səviyyədə nümayiş etdirə bildilər. Biz bu Nə harda, nə zaman yarışını Gəncə şəhərində keçirilən yarışmasında Gəncə şəhəri regionların seçmə turunda 12 komanda içərisində 3-cü yerə layiq görüldük və bizi bura 45 nəfər komandanın iştirak elədiyi bu Respublika çempionatına dəvət olunduq. Biz intellektual belə marağı olan insanlar, savadına, dünya görüşünə güvənən insanlar, yəni tələbələr, dostlarımızla birlikdə belə yarışmalara həmişə qatılırdıq, əvvəlki kurslardan da. O ildə belə bir elan gördük universitetimizdə və qatılmağa fikirləşdik. Çünki tələbələrin intellektual səviyyəsinin olması, onların dərslərin oxumasına əlavə onlara çoxlu kömək göstərir gələcək həyatında. Məqsədim intellektual bacarımı nümayiş elətdirmək və bu tipli tədbirlərdə belə desək, nailiyyətlər əldə etmək. Nə harada, nə zaman oyunu üzrə tələbələr arası Azərbaycan çempionatının finalında hər turda 15 sual olmaqla 4 tur keçirildi. Turnirin suallar paketi Beynəlxalq Klublar Assosiasiyasının sertifikatlı redaktoru Dmitri Başok və yerli redaktor Oqtay Məhərrəmov tərəfindən hazırlanmışdı. Turnir maraqlı suallar, gərgin intellekt mübarizəsi, qalib və məğlubların emosiyaları ilə yadda qaldı. Sujetimizi izlədik. Könül də öz sujetində bizə bu oyun haqqında, ümumiyyətlə bu keçirilən çempionat haqqında məlumat verdi. Sizə təşəkkür edirik, gəldiniz, bizə klubunuz haqqında ətraflı məlumat verdiniz. Mən də maraq yaratdınız, mən də sizə qoşulacağam artıq. Mən sizə dəvətə görə təşəkkür edirəm və sizə gələcək işlərinizdə də uğurlar arzulayıram. Gənclər, siz də aktiv olun və bu klublara yazılmağa tələsin. Mən sizi Magis studiyasından bir neçə dəqiqəlik ayırıram. Çünki biz Bakı Musiqi Akademiyasında tədbirdəyik və bu tədbirdə baş verən hadisələr haqqında elə biz sizə məlumat verəcəyik. Bakı Musiqi Akademiyasında tələbə yaradıcılıq sərgisi keçirildi. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə reallaşan tədbirdə dekorativ tətbiqi sənət, rəngkarlıq, qrafika işləri nümayiş olundu. Bir gündə sərgi, jurnalın prezentasiyası, əlbəttə bu çox sevindirici bir haldır.
Mən şadam ki, bizim tələbələrimiz aktivdir. Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının həyatında ilk dəfə olaraq tələbə jurnalı işıq üzü gördü və jurnalın təqdimatı oldu bugün. Jurnalımız hər ay çıxacaq və akademiyanın xəbərlərini və dünya musiqisindən gənclərimizi, yaradıcı gəncləri xəbərdar edəcək. Sərgidə sənətsevərlərə təşkilatın nəşr etdiyi Mezo tələbə jurnalı da təqdim olundu. Yeri gəlmişkən, burada bir ay ərzində keçirilən müsabiqələrin qalibləri də elan olundu. Mən ilk dəfə qoşulmuşdum belə bir müsabiqəyə və ilk dəfədən artıq birinci yerə qazandım və ümid edirəm ki, bundan sonra da müsabiqədə iştiraklarımın davamı olacaq. Dama yarışında birinci yerə layiq görüldüm. Yarışda birinci olmağı gözləyirdim, iddialıydım. İstədiyim nəticəni də əldə elədim. Gənclərin müsabiqələrə maraq göstərməsi sevindirici haldır. Ümid edirik ki, bu cür müsabiqələr davamlı olar. Son zamanlar gənclərimiz öz yaradıcılıqları ilə seçilirlər və bugün də İdman Akademiyası uşaqları da intellektual oyun keçirirlər və oyunda baş verən hadisələr haqqında elə biz sizə məlumat verəcəyik. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında intellektual oyun keçirildi. Yarışa 180 tələbə qoşulmuşdu. İdmançı tələbələrin intellektual hazırlığını da inkişaf etdirmək məqsəd qoydu. Bu məqsədlə ilk dəfə olaraq intellektual oyunlar təşkil elədi. İntellektual oyun düşünürəm burada qalib gələn tələbələr artıq bizi digər ali məktəblərin yarışlarında, sınaqlarında böyük uğurla, yüksək müvəffəqiyyətlə təmsil edə biləcəklər. İştirakçılara 45 sualdan ibarət testlər paylandı və hər kəs fərdi şəkildə sualları cavablandırdı. Başardığımız qədər cavablandırdıq. Bəzilərini bilirdim, bəzilərini heyfsləndim ki, da çox maraqlı faktlardır, niyə mən bunları bilmirəm. Suallar elə də çətin deyildi. Mənə elə gəlir ki, ilk onluğa düşəcəm, çünki təxmini yarısını bilirdim. Nəhayət ki, yarış bitdi, düzgün cavablar açıqlandı. Amma yarışın qalibləri növbəti həftələrdə elan olunacaq. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında Polşa səfirliyi ilə birgə Qalisiyanın 3 hekayəsi sənədli filminin təqdimatı keçirildi. Təqdimat mərasimində Polşa, Avstriya, Ukrayna və İsrail səfirliklərinin rəsmiləri ilə yanaşı tələbələr də iştirak edirdilər. Filmdə Böyük Vətən müharibəsi dövründə Polşanın Qalisiya vilayətində yaşayan milliyyətcə Ukraynalı, Yəhudi və Polyak əhalinin həyat mübarizəsi, tarixi faktlar və sadə insanların yaşam ümidləri əks olunub. Filmin rejissorları Ukraynalı Olga Onişka və Livanlı Sara Farxatdır. Filmin təqdimatından sonra tədbir iştirakçıları filmin ərsəyə gəlməsi və əsas ideyası ətrafında müzakirələr apardılar. Bəli, əziz izləyicilər, qonağımızın da dediyi kimi ölkəmizdə yarışmalar, intellektual yarışmalar, intellektual klublar kifayət qədərdir. Siz də bu yarışmalara, bu klublara qoşulun, həm özünüzü inkişaf elətdirin, həm də 4 il, 5 il sonra universitet bitəndə geriyə baxanda maraqlı anlarımız olsun bu klublarla bağlı, bu yarışlarla bağlı. Biz bu günlərim intellektual yarışmalardan danışdıq. Əgər siz də hər hansı bir mövzu maraqlandırırsa, bizə Facebookda müraciət edin ki, onu burada müzakirə edək. Bu günlərin bizi efir boyunca DJ Isaac müşahidə edir. Öz gözəl, maraqlı miksləri ilə, musiqiləri ilə sənə də təşəkkür edirik. Çox sağ ol gəldiyinə görə. Siz sağ olun, çağırdığınıza görə, dəvət etdiyinizə görə. Aha. Çox sağ ol. Yaxşı ki sonda varsa. səndən də bir miks eşidək yenə də və biz maqlarla sağollaşaq. Bizi izləməyə davam edin maqlar. Bugünlük isə bu qədər. Hələlik. Verilişlərə baxdığınız o qutu necə yaranıb heç bilirsiniz? Gördüyümüz o qutuya qədər o qədər proses var ki, mövzumuzu, sujetlərimiz və qonağımızla birlikdə müzakirə edəcəyik. Gələcəkdə məhz əyləncə tipli proqramların aparıcısı olmaq istəyirəm. Mən öz istedadını və bacarığını məhz burada göstərmək üçün buraya gəlib. Ürəyimə ən yatan caz, amma asid caz.